Çox gözəl bir həyət evimiz var satışda. Gördüyünüz bu möhtəşəm evimiz Qubçalıdır. Yerdən kürsülüdür. Monolit betonlandı mərtəbələr arası. Üzü təmiz ağlay daşdır. Burada gördüyünüz kimi oturmaq üçün, yay üçün nəzərdə tutulmuş bisetkası var. Həyətdəki gül çiçəkdir. Ümumi torpaq ərazisi 2,3 sotdadır. İnşa olmuş bir evdir. Yaxınlığında orta məktəb var. Küçəsi asfalt. Evin bu hissəsi də yoldur. Bu evimizin qarşı tərəfi də yoldur. Demək, ətraf yaşayış. Üz görünüşü belə və keçin o hissədən olan görünüşünü göstərim. Bu da bizim bu hissədən həyətin ümumi görünüşü. Yerdən bir daha deyim, kürsülüdür. Burada kombi üçün yer nəzərdə tutulub. Tam hazır evdir. Köç yaşa əşyalı satılacaq. Yaxınlıqda bir daha vurur. Məktəb var. Masazır qəsəbəsi. Prospekt yola, əsas prospekt yola yaxın. Və keçək evin içində olan şəraiti göstərim. Evin içərisinə daxil olmuşuq. Çəkilişi qonaq otağından başlamışam. Qonaq otağı böyükdür. 2 hissədən ibarətdir. Bir daha vurğulayım, əşyalı veriləcək. Bu həyət evimiz Qubçalıdır. Evin içi Qubçada. 133 kvadratdır. Gördüyünüz əşyalar hamısı qalacaq. Şəxsi əşyalar çıxacaq bir dənə. Kondisioner kim var? Böyük pəncərəsi var. Döşənməsi taxtapol. Mebellərdə göz qabağında. Belə bir qonaq otağı. Rəsm məsələlərinə kim var? Və ümumi dəhlizin də görünüşünü göstərəcəm. Ümumi görünüşü bu hissədən göstərirəm. Burada ikinci mərtəbə qalxan pilləkən. Ümumi görünüş. Yerləşməsi mükəmməl, prospekt yola yaxın, ümumi otaq sayı 4 və əşyalı və Qubçalı belə bir gözəl həyət evidir. Hamam otağı gördüyünüz kimi tam təmirli, tam hazır vəziyyətdə. Və bu hissədə olan mətbəx hissəsini sizlərə tam şəkildə göstərim. Gözəl evimizin mətbəx hissəsindəyik. Gördüyünüz mətbəxə aid hər bir şey var, televizyon kimi ola hamısı qalacaq. Və pəncərəsi də işıqlıdır. Pəncərənin o yüzü öz hasarıdır, o hissəsi yoldur, asfalt yol. Və qalxaq ikinci mərtəbə olan şəraiti sizə tam şəkildə təqdim edirəm. Çəkilişi ikinci mərtəbənin çəkilişi birbaşa yuxarıda olan eyvandan başladım. Pilləkənin ümumi görünüşü. Bir daha bu evimiz 4 otaqdır. Qiymət 215.000 manatdır. Start qiymətdə endirim olunacaq. Evə baxdıqdan sonra ikinci mərtəbənin öz hamam otağıdır. Bir daha məlumat təkrarlayım. Masazır qəsəbəsi əsas yola yaxın. 2 nömrəli məktəbə yaxın. Belə bir gözəl 4 otaq həyət evi keyfiyyətli tikilmiş bir evdir. İllərin evidir belə deyək. Qubçalıdır. Qubçasında İçi, bu evin içi 133 kvadratdır, torpaq ərazisi və 2,3 sotdur. Bu da gözəl, belə bir yataq otağımız sonuncu. Gördüyünüz əşyalar qalır, qiymətə daxil, yerləşməsi mükəmməl. Sonra izlədiyiniz üçün təşəkkür edirəm.